Və gəldik artıq əsas məqama. Mən istəyərdim ki, gündəlik tirajların qaliblərini gəlin birlikdə təyin edək. Qalibin seçilməsi prosesində günümüzün reallığı dostlar, innovativ dövrdə yaşayırıq və burada bizim köməyimizə mütləq süni intellekt çatır ki, yəni kimlər qoşulub və iştirak edirsə, Bakselin süni intellekti dostlarımızın məlumatlarını, data bazasını bir yerə yığır və biz sadəcə qalibi seç düyməsini sıxdıqda süni intellekt qalibin nömrəsinin son 2 rəqəmi bağlı olmaqla elan edir və biz qalibimizi tanımış oluruq. Bir daha vurğulayıram, innovativ üsulla Bakselin süni intellekti qaliblərimizi təyin edəcək. Gəlsin qalibi seç, artıq monitorda biz görək qalibi seçxanasını. Qalibi seçxanasını sıxdıqda 10 saniyə bizim başlayır və 10 saniyədən sonra bir nəfər iPhone 17 qazanır. Çox maraqlıdır. İlk 19-cu günün tirajının qalibini sizlə birlikdə təyin edəcəyik. Həyəcanlısınız, mən də həyəcanlıyam. Mən əminəm ki, siz qalib olmaq istəyirsiniz və şans paketlərini aktivləşdirmişsiniz. Ümid eləyək ki, sizin içinizdə də həmin qalib. Əgər qalib olsanız, mütləq şəkildə şərhlərdə yazın ki, dostlarımız da tanısınlar. Sıxaq qalibi seç düyməsini. Qalibi seç düyməsini sıxırıq dostlar və ondan geriyə sayırıq. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Bəli dostlar, artıq qalibimiz bəllidir. Alqışlayaq qalibimizi. Qalibimizin nömrəsini səsləndirmək istəyirəm. 55 880 56 mobil nömrəli istifadəçimiz, bir daha vurğulayıram. 55 880 56 mobil nömrəli dostumuz ilk iPhone 17-nin qalibi oldu. Yəni 19-cu tirajın bir daha təbrik edirik. Keç dalaq indi 20-ci tiraja. Görək 20-ci tirajın iPhone 17 qalibi kimdir? Əgər siz qalib olmuşsunuzsa və canlıdasa mütləq yazın, biz sizi tanıyaq. Qalibi seç düyməsini sıxırıq, 10 saniyə gözləyirik. Yenə qalibin konfidensiallığa görə son 2 nömrəsi bağlanır və rahat şəkildə biz digər nömrələri səsləndirik, qalibimizi təyin edirik. Artıq 4 saniyə qaldı, 3 saniyə, 2 saniyə, 1 saniyə və 0 saniyə. Alqışlayırıq növbəti qalibimizi, əziz dostlar. Təbrik edirik. 55 410 46 mobil nömrəli dostumuz qələbə qazandı. Daha doğrusu, necə deyərlər, şansı gətirdi və bizim iPhone-u qazandı. Bir daha vurğulayıram. 55 410 46 mobil nömrəli istifadəçimiz iPhone 17-nin sahibi oldu. Və gəldik əsas məqama. Təbii ki, iPhone 17 də çox dəyərli hədiyyədir. Ümumiyyətlə, texnoloji inqilab elədi Apple iPhone 17 ilə və artıq bir çoxumuzda da var, istifadə edirik, çox yararlıdır, çox yaxşıdır. Amma əsas məqam Zikr avtomobilidir. Mən əminəm ki, hər biriniz daha çox Zikr avtomobilini və finalda bizim təqdim edəcəyimiz möhtəşəm Porsche Cayenne avtomobilini gözləyirsiniz. Və mən də sizi çox intisarda saxlamaq istəmirəm. İstəyirəm ki, gəlin birlikdə, həyəcanlı şəkildə geri sayımı başladaq və görək, bugün bizim canlımızda kim Zikr avtomobilini qazanacaq. Hazırsınızsa, əgər bizim dostlar da hazırdırsa, möhtəşəm şəkildə qalibi seç düyməsini sıxaq. Bir daha vurğulayıram, Cəfər bəy və Gülşən xanım artıq bizdən Zikr avtomobillərini hədiyyə qazanıblar. Görək növbəti kim olacaq? Bəlkə canlıda sizsiz, bəlkə də ümumiyyətlə onun hazırda xəbəri yoxdur. Biz əlaqə saxlayıb ona hədiyyə qazanacağını, iPhone daha doğrusu, elə ancaq iPhone deyirəm səhərdən, Zikr avtomobili qazanacağını vurğulayacaq. Çox maraqlıdır, mən də həyəcanlıyam. Sıxaq qalibi seç düyməsini, geri sayımı başladaq. Budur, rahat şəkildə şans paketini alırsınız, qoşulursunuz Bakselin canlı yayımına. Baxın, bizim lotereyamızda iPhone, Zikr avtomobili və Porsche Cayenne qazanırsınız. Bu qədər sadə. Təsəvvür eləyin ki, 6 saniyədən sonra bəlkə də bizim dostumuz sadəcə 1 manatlıq şans paketi alıb və 1 manata neçə min dəyərində olan yeni Zikr 001 avtomobilini hədiyyə qazanacaq. Artıq 3 saniyə qalır dostlar. 3 saniyədən sonra bir daha vurğulayıram. Bir nəfər dostumuz Zikr 001 avtomobilini hədiyyə qazanacaq. Şansı gətirdi və fürsətlərini dəyərləndirdi. Artıq 0 saniyə və biz qalibimizin nömrəsini görmək istəyirik. İstəyirəm gürültülü alqışlayaq dostlar. Avtomobilimizin qalibini təbrik edirik. Və mən nömrəni səsləndirmək istəyirəm. Çox böyük məmnuniyyətlə bu şanslı qalibi tanıyaq. 55, 225 və 43 nömrəli bizim dostumuz, mobil nömrəli istifadəçimiz hədiyyə qazandı. Bir daha nömrəsini səsləndirəm. 55, 225,
43 nömrəli mobil istifadəçimiz bizdən hədiyyə qazandı. Zikr avtomobilini baxın bu qədər sadə. Əgər siz onu tanıyırsınızsa və yaxud canlıdadsa mütləq yazsın. Tanıyırsınızsa yığın bir muştuluq alın yaxşı mənada. Ömür boyu sərnişin olun pulsuz şəkildə. Qonşunuzla, dostunuzla rahat şəkildə artıq yığıb deyə bilərsiniz ki, bax mən gördüm sənin qələbə qazanmağını, mən gördüm sənin avtomobil qazanmağını, artıq məni də gəzdirməlisən başına. Bəli dostlar, çox maraqlı, çox gözəl günlərdən keçirik. Artıq 20 biz iPhone 17 hədiyyə eləmişik və 3 Zikr avtomobili. İndi biz qalibimizlə əlaqə saxlayacağıq. Siz sosial şəbəkələrimizdə də bizim izləyəcəksiniz rahat şəkildə qalibə hədiyyələrin verilmə prosesini də loteriyabox.com saytı, eyni zamanda Instagram və digər sosial şəbəkələrimizdə qaliblə tanış ola bilərsiniz. Bu qədər dostlar. Hər zaman şansınız bol olsun, hər zaman fürsətləriniz çox olsun. Sonra bir daha səsləndirim, 4 üsulla şans paketlərini aktivləşdirərək siz də bizim qaliblərdən biri ola bilərsiniz. Gələn canlı yayımlarda görüşənədək, xudahafiz.